Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 7 professorun heç bir səbəb və xəbərdarlıq olmadan Elmi Şuranın tərkibindən çıxarıldığı bildirilir. Professorların sözlərinə görə qərar onlara əvvəlcədən xəbərdarlıq edilmədən və səsvermə keçirilmədən elan olunub. Mərkəzdə uzun illər fəaliyyət göstərən ümumi cərrah professor Qurbanxan Müslümov iddia edir ki, onlara bu qərarın Səhiyyə Nazirliyinin tapşırığı olduğu deyilib. Hazırda dünyanın 12 universitetinin fəxri professoruyam. Bugün Avropada cərrahiyyə ixtisası üzrə trening verən Davos trening kurslarının fakültə üzvüyəm. Dünyanın cərrahiyyə üzrə ən böyük cəmiyyətlərindən biri Asiya Cərrahlar Cəmiyyətidir. Mən o Cərrahlar Cəmiyyətinin idarə heyətinin üzvüyəm. 2 böyük dünyada çap olunan jurnalın referentiyəm və bəlkə də 5-6 jurnalın redaksiya heyətinin üzvüyəm. Dünyada aparılan böyük elmi tədqiqat işlərinin çap olunması üçün bizim rəyimiz alınır o barədə ki, bu elmi iş olaraq dərc oluna bilər, yoxsa yox. Amma özümün çalışdığım, 30 il çalışdığım bir universitetin elmi şurasından heç bir izahat verilmədən 7 elmlər doktoru professor xaric edilib. Professorun sözlərinə görə Elmi Şuranın üzvləri səsvermə yolu ilə seçilib, eyni qaydada da çıxarılmalıdır. O bildirir ki, bu prosedura da əməl edilməyib. Bu özü bir prosedur pozğunluğu ilə olub. Çünki Elmi Şuranın yeni tərkibi mütləq Elmi Şuranın iclasında səsə qoyulur, təsdiq edilir. Yalnız ondan sonra Səhiyyə Nazirliyinə oranın tibbi şurası tərəfindən təsdiq olunması üçün göndərilir. O da prosedur pozğunluğu ilə olub. Elmi Şuradan çıxarılan bir digər professor, ümumi cərrah Zərraf Şirinov da deyir ki, ona hansı səbəbdən Elmi Şuradan uzaqlaşdırıldığı haqqında məlumat verilməyib. Bizə izah edədilər ki, güya nazirin göstərişidir, Səhiyyə Nazirliyi. Biz də Səhiyyə Nazirinə məktub yazdıq ki, aydınlıq gətirsinlər, görək bizi hansı səbəbdən kənarlaşdırıblar. Bizə qarşı olan haqsızlığı bilmirəm nədən qaynaqlanır. Məsələ ilə bağlı akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən bildirildi ki, sözügedən Elmi Şura üzvlərinin tərkibi və sayı seçki əsasında yox, təqdimat əsasında Nazirlik tərəfindən təsdiq olunur. O da bildirildi ki, köhnə Elmi Şuranın tərkibində uyğunsuzluq var imiş və 25 üzvdən onu eyni ixtisası təmsil edirmiş. Ümumilikdə bizim müəssisədə 96 elmi işçi fəaliyyət göstərir. Bu 96 elmi işçidən Elmi Şuranın tərkibində 25% əməkdaşın olmağı heç bir məntiqə uyğun gəlmir. Elmi Cərrahiyyə Mərkəzində köklü islahatlar nəticəsində bəzi struktur dəyişikliklər aparılmışdır və bir sıra şöbələr ixtisara salınaraq yeni şöbələr açılmış və məntiqlə bunu nəzərə almaqla yeni ixtisasları təmsil edən əməkdaşlar Şuranın yeni tərkibinə daxil edilməli idi. Kənarlaşdırılan şura üzvlərinin 3-ünün yaşı 79-80 yaş arasındadır. Elmi Cərrahiyyə Mərkəzinin nizamnaməsinə əsasən Elmi Şuranın tərkibi səsvermə ilə müəyyən edilmir. Kənarlaşdırılan üzvlərin heç biri digər fəaliyyətindən kənarlaşdırılmayıblar. Elmi Şuranın tərkibindən kənarlaşdırılan bir neçə əməkdaşın nə praktiki, nə də elmi fəaliyyəti heç bir əsas vermir ki, yalnız elmi dərəcəsinə görə şuranın üzvü olsun. Əksinə bunlardan biri 80% öz praktiki fəaliyyətini müəssisəmizdə yox, başqa özəl tibb müəssisələrində icra edir. Şuranın yeni tərkibinin formalaşdırılması və təsdiqində heç bir qanun və prosedural pozuntular edilməyibdir. Elmi Cərrahiyyə Mərkəzindən o da bildirildi ki, Elmi Şuradan kənarlaşdırılan həkimlərin narazılığı varsa, onlar məhkəməyə müraciət edə bilərlər. Şəbnəm Qurbansoy, Vüsal Cəfərov, Xəzər xəbər.